Bu turnirin məqsədi beynəlxalq yarışlara hazırlaşmaqdır. Bu sözləri Muay Thai Boks Federasiyasının prezidenti Azər Əsənsoy 16-cı Azərbaycan çempionatında dedi. Qurumun rəhbəri bildirdi ki, beynəlxalq yarışlara qədər idmançılarımızı bir neçə yerli turnir gözləyir. Avropa oyunlarına idmançılarımız bu yarışlarda, mötəbər yarışlarda iştirak edərək lisenziya qazanmalıdırlar. Və bu məqsədlə də biz artıq bu yarışdan sonra növbəti Azərbaycanda keçiriləcək yarışların təqvim planını hazırlayacaq və qarşıdakı ən yaxın yarışımız isə Açıq Bakı çempionatı olacaq. Bu yarışların nəticəsində təlim məşq toplantılarına yüksək yerləri tutan və perspektivi olan idmançılar dəvət olunacaq. Həmin idmançıların arasından da il boyu təlim məşq toplantılarının nəticəsində yarışlarda iştirak edəcək idmançılar müəyyənləşdirəcəkdir. Qeyd edək ki, 2 gün keçirilən Azərbaycan çempionatında 24 komandadan 180-ə yaxın idmançı mübarizə apardı.